Deməli, BMW X-Drive-dır, F10-dur. Avtomobil saat dünən gəldi, yaxınlaşdı bizim yanımıza ki, avtomobili yoxlayaq görək, nəyə var, nəyə yox. Avtomobil birinci yoxlanış zamanı dedim ki, qardaş, bunun sepi qırılıb. Yəni, başmağı daha doğrusu qırılıb. Gördüm, üz mimikasından başa düşdüm ki, inanmadı. Yəqin ki, biraz tərəddüd elədi, yəqin elə bildi ki, işə xatir elə deyirəm. Dedim, qardaş, bunun başmağı qırılıb. Dedi, okey, elədirsə, qoyun burada, çıxıb gedirəm, nə iş görüləcəksə, mənə məlumat verərsən. Elə bu videonu göndərəcəm avtomobil sahibinə. Motoru sökmüşük, X-Drive-dır. Sep başmağını dəyişməyə. Bir də buna bax. Başmaq qırılanla gələr düşür yağ kəfkirinin başına. Görürsünüz, İpilüs, məsələ bu nədir? Məsələ, dənə. Gəl buranı göstər. Gözlə görüm, çıxarda biləcəm. Aha. Bu da qırıq. Qırığın bir hissəsi daha doğrusu. Elə bilirlər ki, çox müştərilər elə bilirlər ki, biz bunu sosial şəbəkədən daha doğrusu izləyənlər, bizim daimi müştərilərimiz zaten işlərimizə bələddir. Bəzi müştərilər elə bilirlər ki, biz işə xatir, pula xatir bunu eləyirik. Yox, bizim üçün heç bir fərqi yoxdur. Ürəyiniz istəyirsə, bax, misal üçün, bu N20 mühərrikdir. Ürəyiniz istəyirsə 200-250 min sürün. Bizim üçün heç bir fərq eləmir. O başmaq qırılıb, mühərrikə ziyan vuranda, nəticə etibarilə sizin xərciniz daha çox çıxacaq, bizim əl haqqımız da baha olacaq və vaxt olaraq da mühərrik daha çox vaxt aparacaq bunun hazırlanması. Çünki blok var, giliz var, Porsche var, gilizə getməlidir, yonulmalıdır falan filan. Yəni, çox vaxt aparan bir şey olur. Ona görə də vaxtında yaxınlaşın avtomobilinizə ən azından öz ustavuza, bura gəlməyin. İstəmirəm, qardaş. Səhv başa düşməyin. Yəni, mən demirəm ki, məni gəlin bura. Fərqi yoxdur. Yaxınlaşın öz ustavınıza, təcrübəli bir ustanın yanına. Yaxınlaşın, sepi yoxlasın ki, görsün o sepdə nə var, nə yox. Bu, avtomobildə 134 min yürüyüş məsafəsində olan bir şeydir. Başmaq qaradır. Niyə? Keyfiyyətsiz yağ tökülüb. Mühərrikin daxili sistemi də yaxşı deyil. Bax, buraların hamısı qapqaradır. Niyə? Çünki keyfiyyəti yağ tökülməyib. İpilüs də ki, bu maşının yürüyüş məsafəsinə görə həm də sep başmağın vaxtı keçib. Bu avtomobildə ümumi qulluq olunacaq. Bundan əlavə olaraq, bir dənə bura bax, bunda göy antifriz olur, BMW qrup antifriz olur. Yaxınlaş bura. Yaşıl rəng antifriz. Bu da çox güman ki, konsentratdır. Yəni, qaçdırılma antifrizdir. Turbonun antifriz kanalları var burada. Gördüyünüz kimi antifriz şlankları var və yağ şlankı var. Həm yağ şlankına yağ buraxır, həm də buradan antifriz buraxır. Bunun üçün də əlavə turbo söküləcək. Yeni 2 ədəd orijinal deməli, turbo su şlankları dəyişiləcək. Bir də burada məsələ nədir? Baxın, kürsar üstündən iş görüblər. Bir də bura bax. Turbonun su şlankı, baxın, görürsünüz, çürüyüb buradan. Burada götürüblər, xamlı zajimlə, belə bir başqa bir şeyi peridirk ediblər bura. Başqa bir şlankı. Yəni, bu da sonradan böyük bir xərcə gətirib çıxardır. 2 dəfə xərcə düşürsünüz. Bu avtomobildə ümumi qulluq olunacaq. Avtomobildə həm elektrik işləri də var. Bütün bu işlər görüləndən sonra növbəti prosedur o problemlərin aradan qaldırılmasıdır. Təşəkkürlər, izləmədə qalın.